Möhtərəm müsəlmanlar, dinimizin hər bir müsəlmana qazandırmağa çalışdığı xüsusiyyətlərdən biri də əhdə vəfadır. Belə ki, əhdinə vəfa edən insan başqalarının sözündə, başqalarının gözündə etibar qazanar, cəmiyyət tərəfindən sevilir. Quran-ı Kərimdə müminlərdən bəhs edərkən onların əhdlərinə vəfalı olduqları bildirilir. Müminin surəsi 8-ci ayətdə. O müminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar. Quran həmçinin əhdə vəfa etməyi təqvanın əlaməti sayır. Əl-İmran surəsi 76-cı ayətdə. Xeyr, kim öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz Allah da təqvalıları sevir. Hz. Peyğəmbər sallallahu aleyhi ve sellem'dən nəql olunan hədislərdə də müminlər əhdə vəfaya dəvət edilir. Bunun əslinin isə müsəlmana yaraşmayacağı bildirilir. İnsanlara səslənən Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: Allaha və qiyamət gününə inanan şəxs əhdinə sadiq qalsın. Əziz müminlər, əhdə vəfasızlıq müminə yaraşmayan bir davranışdır. Allah Resulü sallallahu aleyhi ve sellem hətta bir hədisində əhdə vəfasızlığı münafiqliyin əlamətlərindən biri kimi göstərir. Münafiqin əlaməti üçdür. Yalan danışar, əhdinə vəfa etməz, əmanətə xəyanət edər. Dinimiz əhdə vəfaya o qədər əhəmiyyət verir ki, istər günahkar olsun, istər günahsız, istər müşrik olsun, istər olmasın, heç bir kəsə vəfasızlıq göstərməyə icazə vermir. Müqavilə bağladıqdan sonra sizə qarşı bir naqislik etməmiş, onun şərtlərini pozmamış və sizinlə və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər müddəti bitənədək vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər. Tövbə surəsi 4-cü ayət. Bir hədisdə isə belə buyurulur: Allah üç şeydə heç kəsə icazə verməmişdir. O üç şeydən biri istər yaxşı əməl sahibinə qarşı olsun, istər günah əhlinə qarşı olsun, əhdə vəfa etməkdir. Hörmətli müminlər, əhdə vəfasızlıq insana qarşı inamsızlıq yaradar. Əhdinə sadiq olmayan şəxsə heç kəs etibar etməz, onun yalancı olduğu qənaəti insanlarda hasil olur. Abbasqulu Ağa Bakıxanov əhdə vəfa ilə əlaqəli qeyd edir. Hər nə vəd vermişsənsə, onu yerinə yetirməyə çalış ki, başqa vəd verəndə onun icra ediləcəyinə də inansınlar. Əziz müsəlmanlar, Hz. Peyğəmbər sallallahu aleyhi ve sellem əhdə vəfa etməkdə ən gözəl nümunə idi. Onun bu xüsusiyyəti hətta müşriklər tərəfindən belə təqdir olunurdu. Allah Resulü sallallahu aleyhi ve sellemin əhdə vəfadarlığını Hüdeybiyə müqaviləsi bağlanarkən müsəlman olub ailəsindən qaçan Əbu Cəndəlin təslim edilməsi hadisəsində də görürük. Məkkəli müşriklərlə Hüdeybiyədə müqavilə bağlanarkən İslamı qəbul edən Əbu Cəndəl müsəlmanlara pənah getirir, sığınır. Məkkəlilər müqavilə şərtlərini xatırladaraq Əbu Cəndəli onlara təhlil verməsini tələb edirlər. Müsəlmanlar müqavilənin imzalanmadığını irəli sürərək Əbu Cəndəli qaytarmaq istəmirlər. Hz. Peyğəmbər sallallahu aleyhi ve sellem üçün nə qədər çətin də olsa Əbu Cəndəli qaytarmaq məcburiyyətində qalır. Hz. Peyğəmbər sallallahu aleyhi ve sellemə görə təhcə yazılı şəkildə deyil, həm də şifahi əhdə də vəfa etmək lazımdır. Bütün bunlar hər bir müsəlman üçün nümunə götürüləcək davranışlardır. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahi məhkin əzizil alləm kəmə qalə Allah təbarəkə və teala fil kələm və izə yəqul Qur'anə fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə keyne indallahi